Biz doğulduğumuz aileyi seçirikmi? Hemen düşünürəm ki, seçirik. Ve Allah da bizim için seçir o ailəni. O aile zahirən çox uğurlu görünməyə bilər. Məsələn, kasıb ola bilər. Kobud adamlardan oluşmuş ola bilər. Qəddar adamlardan oluşmuş ola bilər. Amma inanın ki, onu sizin tərbiyələnməyiniz üçün Allah ən uyğun görübdür. Sizin ruhunuzda hansısa klapanları açmaq üçün, hansısa imkanları aşkara çıxarmaq üçün məhz o lazımdır. Məsələn, Türklər bu yemeği, əti zadı da bir şeye tərbiyələndirmək deyirlər də. Məsələn, duza qoyursan, istota qoyursan, mayonez deyirsən. Bax, sizin qəlbinizi o sərtliyin, o məhrumiyyətin, o nəyinsə içinə Allah qəsdən yerləşdirir uşaqlıqdan ki, indi deyirlər, ay travmalıdır. Öyle o travmanın özü də sənin üçün çox zəruridir. Travma sənin ölmən üçün deyil, dirilmən üçündür. Həyat özü travmatikdir. Və o ailəni nə tərsə sən özün seçmisən, bəyənmisən, Allah da onu sənin üçün uyğun bilibdir. Sənin karmava görə, ruhun vəziyyətinə görə. Ona görə bunu seçdiyini görmək üçün gərək çox-çox şükür eləyəsən. Uzun müddət şükür eləyən insan bir gün gözü açıla bilər, o şükürdən gözü açıla bilər və görər ki, bu necə mənim üçün zəruri idi bu ailə. Şikayət eləyirlər insanlar ailələrindən. Bu hər şeyi məhv edir, bütün oyunu pozur. Ona görə yatın durun şükür edin.